Salam, hər vaxtınız xeyir olsun. Səhər elə məni burada otaqlar təmizliyinə kimi pəncərəni açdım ki, hava dəyişsin. Duman gəlibdi. Belə videoda tam görsənmir, amma duman gəlibdi. Səhər yox idi. Gün çıxmışdı səhər, indi təzədən duman gəldi. Belə pərdələri də düzəldim. Açanda çəkirik. Pis durur, sonra düzəldirəm ki, yaxşı görsənsin. İndi də gedim uşaqların otağını. Sizə bunu göstərmək istəyirəm. Bu Məlikənin ad günü hədiyyələridir. Hamısı yığıbdı belə ki, mama dəymə üstə, əl vurma. Bu uşaqlar atkritka qayırıblar ona. Belə, bir də belə bir şeylər var. Bilmirəm bunların adına nədir, strazı deyir, nə deyir, belə kağızlardır. Deyir, özü dəymə mama bunlara. Bunlar mənim padarıkımdır hamısı. Elə özü də belə qoyub. Mən də buna əl vura bilmərəm. Hələ başqa hədiyyələri də var. Çaşka var, başqa hədiyyəsi var. Onlar mətbəxdədir, onlar işlədir. Bunu da bura həmişə qoyur yatanda. Deyir, birdən başım bura dəyər. Ona görə bunu bura qoyur, yatır həmişə bu mütəkkəni. Uşaqların da pəncərəsini bağlayım. Ucu hava dəyişdi tamam. Mən otaqları səliqəyə salana kimi hava dəyişdi otaqlarda. Da belə, indi də gedim, başlayım təmizliklərimə. Bugün biraz vaxtım var, evdəyəm, ona görə istəyirəm. Biraz təmizlik eləyim. Burada paltarları belə qoymuşam. Pastelləri dünən yumuşduq. Onlar axşam götürdüm, gördüm. Biraz elə bir o havanın soyuqluğu gəlmişdi üstlərinə. Nəmişdiyi. Elə burada atdım belə. İndi bunları qatdalayım, götürüm. Sonra başlayım uje. Gedim nərdivanımı götürüm, işlərimi görüm. Birinci buradan başlamaq istədim. Biraz eləmişəm belə. Bu qəbələr veçini belə olurlar. Buradan ki, çox gedib gəlirik, belə qatlanırlar. Ona görə həmişə belə sunan bunları istadıram. Suladım. İndi də beləcə bunun altına eləyirəm ki, bu düzəlsin. İndi hamısını geri eləyirəm, çünki hər yeri belə qalxıbdı bunun. Neçə yerdə elə olubdu. Belə qəbə qoya bilməyəndə də stol qoyuram. Yenəsə ağır bir şey qoyuram üstünə ki, suyu quruyana kimi o da düzəlir. Bəlkə siz də başqa nəsə bilirsiniz, necə başqa eləmək olar. Kommentlərdə yazarsınız inşallah. Elə birinci istəyirəm buradan başlayım. Bunun üstünü sileyim. Bunun üstünü əlim çatır deyə stolu qoyub çıxa bilirəm deyə. Tez-tez silirəm. Ona görə bura təmiz olur çox vaxt. Tez-tez silirəm deyə təmiz olur. Bunları sildim, təmizlədim. Yenə biraz da olsa səliqəyə saldım, düzdür. Məcbur yenə həmişə kimi hər şey yuxarı yığırıq Saranın əlindən. Burada dokumentlər falandır, nə bilim, yoldaşımın işinin kağızlarıdır. Belə, mən də kosmetikanı məcbur qoydum bura. Belə, bunu da aşağı qoyurduq, qırdı. Bilmirəm, hansı qırıqdı, heç biri boynuna almır deyə təzədən kleylədik, yuxarı qoyduq. Qabları, zadı, hamısını məcbur mən yuxarıya qoyuram hər şeyi. Saranın, qabaq qızların əlindən, indi də Saranın əlindən. Düzdür, burada elə bir şeylər var ki, məsəl üçün bunu keçən dəfə gəlib Sara götürmək istəyirdi. Onu da gərək yuxarıya qoyum. Mən sevirəm ki, hər şey belə səliqəli olsun, hər şey qəşəng düzək buralarda. O da alınmır hələ ki. Sara balacadır, böyüsün inşallah hər şeyi öz yerinə düzərik. Düzdür, bunları da düzmüşəm bura, amma Sara hər an gəlib bunları deyil. Hər an gəlib bunları burada dağıda bilər. İstəyirəm bu kitab polkasını sileyim, kitabların hamısını götürüm, yığım bu üzə. Burada telefonu qoymağa elə bir tripod yeri yoxdur deyə, ona görə məcbur əlimdə tutub çəkib eləyirəm. Yer olsaydı qoyardım.
So, indi kitabların hamısını yerinə düzüm. Məncə axırıncı bunları götürmüşdüm. So, buralar hazırdır. Hamısı sizin üçün çəkmədim. Elə ancaq ki, buranın təmizliyində çəkdim. Çünki kameranı qoymağa yeri yoxdur. Əlimdə saxlayıram, ona görə çətin olur. Hamısını kitablarını götürdüm bir-bir. Buraları təmizlədim. Bu mebel Qaninamın cehizidir. Neçə ilin mebelidir, amma yaxşı mebeldir də. İndiyə kimi yaxşı qalıbdır. Elə işlədirik belə kitabları. Bütün hər yerimiz kitabdır da. Keçən dəfə sizə göstərmişdim. Bunların hamısı bizdə kitabdılar, hər yerimiz. Düzdür, buraları təmizləməyəcəm, buralar çünki elə nətər yığmışıq qalıbdır da. Özdə ağzı da bağlıdır, elə də toz olmur. Ona görə heç onlara dəyməyəcəm. Amma buralar açıqlıqdadır deyə buraları təmizlədim. Bunlar hamısı beləcə qalıbdır. Lazım olanda hansısa kitab məcbur bunları tökürük ki, hansısa kitab axtaraq tapaq. Burada da kitablardır. Saraya görə də belə ağzını belə bağlamışıq iplə, rezindən ki, açmasın. So. İftar süfrəsinə də bugün belə ciyər almışıq, onu hazırlayacağım. İndi bunu yuyum. Yox, doğrayım, sonra yuyum. Yoxsa yuyum, sonra doğrayım. Bilmirəm, dəqiq hələ ki. İndi bunu qaraciyərdir, bu ürəkdir. Hə, ürəkdir. Bir də bu nədir? Bu da böyrəkdir məncə. Nəysə, bunları mən yuyum, doğrayım. Bir də orada belə pendir satırlar. Neçə vaxtdır motal pendiri. Yoldaşıma demişdim ki, ora getsən, bu ciyərdən alsan. Bundan al, çox qəşəng pendir olur o. Düzdür, evdə uşaqlar sevmirlər. Elə bayaq bankanın ağzını açdım ki, baxım dadına. Dedilər ki, bu açma, açma, pis iyi gəlir, açma. Heç çox adam motal pendirini sevmir. Amma mən bilmirəm, niyəsə ən sevdiyim pendirdir. Motal pendiri çox sevirəm. Sara da sevdi, bəyəndi. Elə indi də əlində götürüb, istədi, verdim. Yeyir. Eləcə yeyir pendiri. Sara da bəyəndi. Amma Rənan Məlikə heç sevmirlər. İyisini belə istəmirlər. Deyirlər ki, mama, onu ağzını açma, pis iyisi gəlir onun. Amma mənim ən sevdiyimdir. Belə, indi bunu da hazır eləyim. Izqarada istəyirəm. Bunu qızardım. Axşam iftara inşallah. Şahmat daxil 4-cü gün, 5-ci gün.